Hər anınız xeyirli olsun. Bugün yenə hər zamanki kimi faydalı, lakin fərqli məlumatlarla sizlərlə olacağam. Gün boyu yorğunluq, diqqət dağınıqlığı, daxili halsızlıq bu demək olar ki, bütün ailələrdə baş verən aktual problemlərdən biridir. Bütün sağlıq problemlərinin əsasən yaranma səbəbi bədən müqavimətinin düşməsi, qan dövranının pozulması, hüceyrələrin aktiv olmamasıdır. Bu üç funksiya hansı orqanizmdə normal şəkildə çalışmazsa, həmin orqanizm xəstələnməyə məhkumdur. Bugün sizə mənim çox sevdiyim, çox faydalı olan bir medikal vasitə haqqında danışmaq istərdim. O qədər çox faydasını gördüm ki, istədim geniş şəkildə bundan sizə məlumat verim. Gördüyünüz əlimdə Gimplastdır. Doktorim şirkətinə məxsusdur. Gimplastın faydaları nədir? İlk öncə onu deyim, məhsulun tərkibi zəncəfil, zərdəçal və eyni zamanda Koreya qırmızı altın jenşen ilə zəngindir. Və bundan başqa glikozamin, xondroitin kimi aktiv maddələr də tərkibində mövcuddur. Zəncəfilin, zərdəçalın, Koreya qırmızı altın jenşenin təbabətdə olan faydalarını artıq çoxumuz bilirik. Saymaqla bitməyən faydaları vardır. Amma yenə də bir çoxunu xatırlatmaq istərdim. Müqavimətin aşağı düşməsi, öskürək, istənilən səbəbdən yaranan ürək bulantısı, halsızlıq, mədə-bağırsaq funksiyasının pozulması, həzmin pozulması, qan dövranının pozulması, baş ağrıları, istənilən səbəbdən yaranan ağrılar, ondan sonra böyrəkdə iltihabın olması, qaraciyər funksiyasının pozulması və tərkibində glikozamin, xondroitin olduğuna görə onurğa sisteminin bərpası, bel yırtığı, boyun yırtığı, osteoxondroz, varikoz genəlmə, dabanış boru, dizlərdə maye yığılması, ağla gələn hər xəstəlikdə istifadə edə biləcəyimiz medikal bir vasitədir. Niyə görə transdermal texnologiya üstünlük verirəm? Çünki transdermal texnologiya ağız yolu ilə qəbul olunan maddələrdən daha fərqli, daha pratik üsulda qəbul olunur və daha sürətli təsir edir. Bunun əsas səbəblərindən biri mədə-bağırsaqdan keçən aktiv maddələr bəzən mədə-bağırsaqda problemlər olduğuna görə, sağlıq problemi olduğuna görə istifadə edə bilmir bir çox insanlar. Və bağırsaq yolu ilə keçdiyinə görə %70% məcburən orqanizmdən sovrulub gedir və bu zamanda orqanizmdə depolanma gec baş verir. Amma transdermal banklarda belə deyil. Transdermal birbaşa kapilyarlar vasitəsilə orqanizmə daxil olan aktiv maddələrdən ibarətdir və bu zaman %70% orqanizmdən sovrulmadığına görə daha sürətli orqanizmdə depolanır və müqaviməti qaldırır, qan dövranını yaşlaşdırır, hüceyrələri yeniləyir. Yəni anlayacağınız məhsulumuz dərman preparatı deyil. Ona görə də əks təsir baxımından heç bir təhlükəsi də yoxdur. Uşaqdan böyüyə hər kəsin rahat şəkildə istifadə edə biləcəyi medikal bir vasitədir. Hətta belə deyərdim, mükəmməl bir vasitədir. Bu barədə fikri olan rəylərdə bizimlə bölüşməyi unutmasın. Sağlıqlı qalmanız diləyim.